Yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində ambulator ploniklik yardım göstərən tibb işçilərinə əmək haqları müdafiə eventinə vaxtı uzadılıb. Müsavat.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliklə COVID-19 ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına verilən əlavənin müddəti 2026-cı il aprelin 1-nədək uzadılıb. Mənim fikrimcə, bu qərar pandemiyanın artıq kəskin mərhələsini geridə qalsa da, səhiyyə sistemini hələ də ehtiyatlı və davamlı yanaşmasına ehtiyac duyduğunu göstərir. Xüsusilə birbaşa risk altında çalışan tibb işçilərinin də əməyinin maddi cəhətdən qiymətləndirilməsi, həm onların sosial müdafiəsi, həm də motivasiyasının qorunmasına baxımından vacibdir. Eyni zamanda, müddətin uzadılması dövlətin mümkün epidemioloji riskləri əvvəlcədən nəzərə aldığını və səhiyyə sahəsində sabitliyi qorumağa çalışdığını deməyə əsas verir. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın ki, siz də belə xəbərlərlə tez-tez qarşılaşasınız.